Qalanını içəridə saxlayıram. Baxın, oldu belə. İndi isə qulaqlarını edirəm. Qulaqları üçün ağ rəngi götürdüm. Qulaqları eləmək üçün yuxarıdan sayıram. Baxın, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. 9. 9-dan sonra 2 sıx iğnə sayıb, baxın belə. Belə edirəm. İpi buradan keçirdirəm. Və uç hissəsin. İndi baxın belə. Bu qısa olan tərəfdir, bu isə uzun olan tərəfdir. İndi bunu bir dəfə də belə edirəm. Baxın. Və buradan iynəni keçirdib, baş hissədən çıxardıram. Baxın, belə. Burada alındı belə bir şey. Baxın. İndi bunun üzərinə sıx iynələr toxuyacağım. Baxın, bu 2 ilməni götürdüm. Bir zəncir çəkirəm və içərisinə 1, 4 ədəd sıx iynə toxuyuram. 2, 3 və 4-cü. 4 ədəd sıx iynə toxudum. Bir zəncir çəkib ipi kəsirəm. Baxın, oldu belə. Və bunu saplayıram iynəyə. Baxın, bu hissədə, yəni buradan. Belə baş hissədən keçirirəm. Baxın, bu oldu bir qulağı. Bu oldu bir qulağı. İndi digərini edirəm. Digəri üçün isə, baxın, oyuncağı belə tuturam. Eyni hissədən. Və baxıram görüm düzdür ya yox yerləri. Biraz arxaya edim. Baxın belə. İpi keçirdim. Bir dəfə də keçirdirəm. Və sonuncu dəfə başdan çıxardıram. Bunu saplayıram. Yenə bunu da ucunu yandırdığım üçün, iynədən biraz qalın etdiyim üçün iynədən keçmədi. Ona görə də kəsdim uc hissəsini. Baxın, belə buradan keçirdirəm baş tərəfdən. Belə baş tərəfdən keçirdim. İndi baxın, burada ipi belə 2 dəfə apardım. İndi bu 2 ipin üzərinə 4 ədəd sıx iynə toxuyuram. Onun üçün əvvəlcə bir zəncir çəkdim. Eyni yerə 4 ədəd sıx iynə toxuyuram. 1, 2, 3 və 4. 4 sıx iynə toxudum. Bir zəncir çəkirəm və ipi kəsirəm. İpi kəsdim. Belə. Və indi də bu hissədən belə keçirdirəm. Baxın, bu da oldu digər qulağı. Artıq bu ipləri burada düyünləyirəm. Başın öz ipindən başqa. Baxın, bunu yox. Bunu yox. Bu qulaqları etdiyim ipləri düyünləyirəm. Çünki artıq lazım deyil. Uç hissələrini kəsirəm. Qalanını içəridə saxlayıram.
Görürsüz, uç hissəsini kəsəndə belə tökülür. Amma toxuyandan sonra o ancaq möhkəm alınır. Yəni heç bir tükü falan çıxmır. İndi isə üzünün formasını düzəldirəm. Bunun üçün ya da bu baş hissəni hələ bağlamayım. Qaşlarını edim sonra. İndi isə bu rəngdən götürürəm, qəhvəyi rəng. Qaşlarını və ağız hissəni edəcəm. Bunun üçün yenə eyni iynədən istifadə edəcəm. Bu iynələr rahatdır ümumiyyətlə. Uc hissələri belə küt olan iynələr. Belə baş hissədən keçirdirəm. Baxın, elə gözün sırasında qaşların balaca edəcəm. Baxın, bir sıx iynə yuxarı, 2 sıx iynə də belə. Belə. Və ağız hissə. Baxın, belə. Və baş hissədən çıxardıb, burada düyün edəcəm. Belə oldu. Və bunu düyün edirəm. Artıq buna ehtiyac yoxdur. Və ipi kəsirəm. İpi kəsəndən sonra bu ipi içəridə saxlayıram. Baxın belə. İndi isə bu baş hissəni bağlayacağım. Edirəm. Baxın necə edirəm. Buradan keçirdim içəri. İndi isə içəridən çölə doğru. Belə. Sonra təzədən çöldən içəri doğru. Sonra içəridən çölə. Baxın belə. Və ehtiyatla dartıram. Sonra isə belə içəri saxlayıram. Baxın belə. Yəni ipi kəsmirəm, bir neçə dəfə içəridən iynəni keçirdirəm. Ki sökülməsin, yəni silikonun içərisində qalsın ip. Belə və bunu da burada saxlayıram. Baxın, burada qulaqlara, qaşı, ağzı filan hazırdır. İndi isə üzünün formasını düzəldəcəm. Bunun üçün ağ rəngi, yəni oyuncağın öz rəngində də eləyə bilərsiniz. İndi mən bu rəngini eləyirəm. Yəni görünmür o. Baxın, bunu saplayıram. 2 qat eləyirəm ipi. Baxın, bu boğaz hissə var ya burada. Buradan iynəni keçirdirəm. Gözün yanından çıxardıram. Baxın belə. İndi isə burada eyni yerdən çıxartmıram. Arada 1 və yaxud da 2 sıx iynə qalsın. Mən 2 sıx iynə qoyuram. Və iynəni çıxardıram. Və indi bunu sıxıram burada. Baxın belə. İpi də ona görə 2 qat eləyirəm ki, sıxıb bağlayanda qırılmasın. Baxın, oldu belə. Öz rəngi ilə eləsəz daha yaxşı olar. Və sonra eyni yerdən milçəni keçirdim və ipi dartıram içəri. Baxın belə.
üzünün forması oldu belə. Üzünü sıxmaya da bilərsiniz. O, yəni sıxmaya da bilərsiniz. Elə də qala bilər, belə sıxa da bilərsiniz. Və indi isə saçlarını edirəm. Saçları üçün qəhvəyi rəngdən, baxın, belə qısa iplər kəsmişəm. Bunu belə qatlayıram. Baxın, 2 qat edirəm. Başın ortasına, ancaq bu orta hissəyə bu tükləri əkəcəm. Baxın, belə. Sonra uzun olsa onları kəsəcəm. Əvvəldən qısa kəsmirəm, həm başı əkmək çətin olur, həm də ki, yəni birdən qısa olsa, sonradan uzatmaq da olmur onu. Ona görə biraz uzun saxlamışam. Baxın, belə 2 qat edirəm. Belə. Edirəm. Bu oyuncağı nazik ipdən də toxuya bilərsiniz. Yəni istədiyiniz ipdən bu oyuncağı toxuya bilərsiniz. Fərqi yoxdur. YouTube kanalıma abunə olun ki, növbəti sxemlərdən xəbəriniz olsun. Bildirimləri açıq qoyun. Abunə olmaq ödənişsizdir. Dəstək üçün kanalıma keçid edib videolarıma baxa bilərsiniz. Əgər hansısa oyuncağın sxemi görmək istəyirsinizsə videolarımda, onu videonun altında rəy bölməsində qeyd edə bilərsiniz. Əgər toxuduğum oyuncaqları siz də toxsaz, mənə şəklini göndərməyi və ya məni etiketləməyi unutmayın. Bütün toxuduğum oyuncaqlara isə Instagram səhifəmdə baxa bilərsiniz. Baxın, belə edirəm. Yəni tam belə etmirəm də, oradan-buradan edirəm. Və belə. Artıq bəs edir məncə. Çox da eləmək olar. İndi hələ ki bu qədər etdim mən. Baxın, və indi bunun uç hissəsini biraz kəsirəm. Uzundur. Baxın, belə. Oldu belə, məncə şirin alındı. İndi isə bu oyuncağın yaxalığı qalır və butulkası qalır. İndi onları toxuyacağım. Onları da mən bu rənglə toxuyacağım. Yaxalığı bu rəng toxuyacağım. Butulkasını isə bu iki rəngin qarışığından toxuyacağım. İndi ilk olaraq yaxalığı toxuyuram. Bu rəngdən istifadə edirəm. İlk olaraq 10 zəncir çəkirəm. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. 10 zəncir çəkdim. İndi isə geri qayıdıram. 10 zəncir çəkdim, geri qayıdıram. Hər ilməyin üzərinə bir ədəd sıx iynə toxuyuram. Yəni hər zəncirin üzərinə. 1, 2, 3, 4, 5, 6,
7, 8 və 9. 9 ədəd toxudum. Bir zəncir çəkim və geri qayıdıram. İndi bu yaxalığı toxuyarkən gedib qayıdaraq toxuyacağım. Sıra sonunda bir zəncir çəkəcəm və geri qayıdacağım. İndi isə bir sıra toxudum. İndi isə 8 sıra daha toxuyuram. Yəni bir dəfə belə toxuyuram. Oldu 1, geri qayıtdım, oldu 2, 3, 4. Elə cəmi 8 sıra toxuyub qayıdıram. 8 sıra düz toxudum. Yəni cəmi 9 sıra oldu. İndi isə dairəvi şəkildə toxuyacağam. Baxın, axırıncıya bir sıx iynə toxumuşam. Eyni yerə bir ədəd daha toxuyuram. Sonra isə dairəvi şəkildə bunu belə üzərinə sıx iynələr toxuyuram. Belə toxuyuram ki, səliqəli görünsün. Baxın, belə. Künc hissələrə 2 ədəd toxuyuram. Yəni bir ilməyin içərisinə 2 ədəd toxuyuram. Belə ipi də bir yerdə toxuyuram. İpi üzərinə toxuyuram ki, sonradan kəsim, yəni səliqəli görünsün. Baxın, belə. Yenə künc hissədə 2 ədəd toxuyuram. Eyni ilməyin içərisinə 2 ədəd toxuyuram. Və sonra davam edirəm. Və dairəvi şəkildə davam edirəm. Üzərlərinə sıx iynə toxuyuram. Baxın, bu ip də belə qalıb. Artıq bu ipi etmirəm. Çünki etdim axırı. Yəni müəyyən qədər etdim, bəs eləyir. Oradan sökülməz. Baxın, belə. İndi burada ilk ilmək ilə ilmək sürüşdürmə edirəm və bundan sonra 30 zəncir çəkirəm. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19, 20, 21, 22, 23, 24, 25, 26, 27, 28, 29, 30. Əgər əliniz çox sıxdırsa, bu 30 yox, bunu 35 və yaxud da 40 sıx iynə edin. Sıx iynə yox, zəncir edin. Baxın, belə edirəm, sonra ipi kəsirəm. Baxın, oldu belə. Və digər ipi də buradan kəsirəm. Bunu da lazım deyil artıq. Və indi isə digər tərəfdəki zənciri, bu digər tərəfin zəncirini edirəm. Bunun üçün əvvəlcə belə bir zəncir edirəm və bunu buradan keçirdirəm. İndi isə yenə 30 zəncir çəkirəm. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19, 20, 21, 22, 23, 24, 25, 26, 27, 28, 29, 30. 30 zəncir çəkdim. İpi kəsirəm və bunu dartıram və belə ipi kəsirəm yenə. Digər tərəfi qaldı. Bunu isə qarşısına düyməni bu iplə tikəcəm. Baxın, indi ortaya gətirirəm, orta hissəyə. Baxın, belə.
İndi düyməni bura tikirəm. Biraz aşağı hissədən. Bu düymələrin də bu dəlik hissələri çox balaca olur. Ona görə iynə rahat keçmir. Mən bir tər keçirdim. Sapı çox az saxlamışam. Siz biraz uzun saxlayın. Və baxın belə. Amma təkcə tikməklə yox, həm də kleyinə yapışdırıram. Möhkəm olsun. Baxın bu hissədən də və bu tərəfdən də. Baxın belə. Və yenə gizlədərək ilmələrin arasından keçirdirəm. Baxın belə. Və artıq bəs edir. Bunu kəsirəm. Baxın, bu qalsın burada, yapışsın. İndi pluk hissəyi keçirəm. Bunun üçün yenə qeyd etdiyim kimi bu rəngdən istifadə edəcəm. Alt hissəsində. Onun üçün ilk olaraq sehirli halqa edirəm. Sehirli halqanın içərisinə 6 ədəd sıx iynə toxuyuram. 1, 2, 3, 4, 5, 6. 6 ədəd sıx iynə toxudum. Qısa olan ipi dartıram və sehirli halqanı bağlayıram. Sonra növbəti ilmək ilə, daha doğrusu ilk ilmək ilə ilmək sürüşdürmə edirəm. Bir zəncir çəkirəm. Sonra isə hər ilməyə cüt toxuyuram. 1, 2. Bu oldu birinci cüt. Növbəti ilməyə yenə cüt toxuyuram. Digərinə cüt toxuyuram. Sonra yenə digərinə cüt toxudum. Bu oldu dördüncü. Bu 5-ci ilmədir. Burada cüt toxuyuram. 6-cı ilmə cüt toxuyuram. Və ilk ilmək ilə ilmək sürüşdürmə edirəm. Bir zəncir çəkirəm. Növbəti sırada isə bir tək bir cüt toxuyuram. Bir tək toxudum. Bura cüt toxuyuram. Yenidən bir tək toxuyuram. Bir cüt toxuyuram. Bir tək toxuyuram. Bir cüt. Yəni bunu 6 dəfə təkrar edirəm. Bir tək. Bir cüt. Bir tək. Bir cüt və sonuncu. Bir tək. Bir cüt. Və ilk ilmək ilə ilmək sürüşdürmə edirəm. Bir zəncir çəkirəm. Hər sırada belə edəcəm. İlmək sürüşdürmə edəcəm. Sonradan bir zəncir çəkəcəm. İndi isə heç bir artırma, azaltma etmədən 8 sıra toxuyuram. Yəni hər sırada, bu sırada, baxın bu son sırada 18 sıx iynə var. Bir tək bir cüt toxumuşam. Yəni sıra sonunda cəmi burada 18 sıx iynə var. İndi 8 sıra artırma, azaltma etmədən hər sırada 18 sıx iynə olmaqla toxuyub qayıdıram. Və 8 sıra düz toxudum. İndi isə digər rəngə keçirəm. Bir zəncir çəkdim. Bu ipi saxlayıram, kəsmirəm. Digər rəngə keçirəm. Digər rəng ilə baxın elə eyni yerdən
metrəni keçirtdim. Bir zəncir çəkdim. Eyni yerə bir ədəd toxuyuram. Bu oldu 1. Və bu sırada 18 sıx iynə var idi. Bir ədəd toxudum. İndi 17 ədəd də toxuyuram. 2, 3, yəni cəmi 18 olacaq. 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17 və 18. 18 ədəd toxudum. Bu digər rəng içəri tərəfdə qalır. Bu hissəsi isə bu tərəfdə. Baxın belə qaldı. İndi növbəti sıraya keçirəm. Bu sırada bir tək bir azaltma edirəm. Bir sıx iynə toxudum. İndi bir azaltma edirəm. Və bunu sıra sonuna kimi edəcəm. Onu etməmişdən qabaq, baxın, bu ipi götürürəm və üzərinə ilmək sürüşdürmə edirəm ki, bu hissə səliqəli görünsün. İndi baxın, belə ilmək sürüşdürmə edirəm. Hər ilməyin üzərinə. Axıra kimi bunu edirəm. Belə. Belə etdim və sıra sonuna. Sıra sonuna gəldim. İpi kəsirəm və bunu belə buradan çəkirəm. Baxın, belə. İpi keçirirəm içəri. Və digər ağ rəng ilə, qısa olan ağ rəng ilə düyün edirəm. Baxın, belə. Düyün edəndən sonra bu ipləri içəridə saxlayıram və içərisini doldururam. Sindifon ilə içərisini doldururam. İçərisini artıq doldurdum. İndi isə bir tək bir azaltma edirəm və bunun bir dənəsini etmişdim. Baxın, bir tək etmişdim, bir azaltma. Yenidən bir tək, bir azaltma. Yəni cəmi 5 dəfə, 6 dəfə edirəm bunu. Bir tək, bir azaltma. Yenidən bir tək, bir azaltma. Yenə bir tək, bir azaltma. Bir tək və bir azaltma. Baxın, oldu belə. İndi isə bunun içərisini tam doldururam. Baxın, belə hər tərəfini bərabər edirəm. Belə. İndi isə 2 sıx iynə toxuyuram, bir azaltma eləyirəm. 2 sıx iynə toxuyub bir azaltma edirəm və bunu 3 dəfə təkrar edirəm. Baxın, 1, 2. 2 sıx iynə toxudum. Bir azaltma etdim.
Yenidən 1, 2 sıx iğnə toxudum. 1 azaltma etdim. Yenə 1, 2 sıx iğnə toxudum və 1 azaltma etdim. Burada oldu 9 sıx iğnə. Sonda 9 sıx iğnə qalır. İndi isə artırma azaltma etmədən 3 sıra düz toxuyuram. Yəni 3 sıra, hər sırada da 9 sıx iğnə eləyir 27 sıx iğnə. İndi 27 sıx iğnə toxuyuram dairəvi şəkildə. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19, 20, 21, 22, 23, 24, 25, 26 və 27. 27-də də toxudum. Növbəti ilmək ilə ilmək sürüşdürmə edirəm. Bir zəncir çəkib ipi biraz uzun saxlayıram. Belə uzun saxladım. Bu ipi buradan çıxardıram. İndi bu hissəsini biraz da doldururam. Baxın belə. İçərisini doldururam. Baxın belə. Doldurdum. İndi uç hissəni bağlayacağım artıq. Bunun üçün də iynəni saplayıram. İynə götürdüm. Bu iynəni saplayıram. İndi ilmələrin üst qatlarından baxın belə keçirirəm. Baxın belə. Belə keçirdim və bunu belə sıxıb bağlayıram. Bu hissələrdən iynəni çıxardıram. Baxın, oldu belə. İndi bu ip qalır hələ ki. Baxın, bu ipi hələ ki saxlayıram. Qəhvəyi rəngli ipi götürürəm. Üzərində millinin xəttlərin çəkmək üçün istifadə edəcəm bu rəngdən. Bunu saplayıram. Bu iynəni çıxartdığım hissəni tikəcəm. Ona görə də bu hissələrdən bir yerdən baxın belə. Bir sıra fərqli, düz dedim, bir sıra fərqlə tikirəm. Baxın belə. Aralarında yəni bir sıra olur. Baxın, belə tikirəm.
və buradan eyni yerdən ipi iynəni keçirdirəm və burada düyün edirəm bunu. Düyün etdim, ipi kəsirəm və içəri keçirdirəm belə. Baxın, alındı belə. İndi bunu oyuncağın üzərinə tikirəm. Baxın, oyuncağı götürdüm. Bu ip ilə belə edirəm. Burada düyün kimi edirəm ki, mən ipi dartanda buranı dartmasın. Ona görə də burada belə düyün kimi bir şey etdim. İndi bunu belə əlinə tikirəm. Baxın, qoldan ilmə götürürəm. Belə. Siz tikməyə də bilərsiniz. Yəni tikməmək də olar. Sadəcə əlində qalıb itməsin deyə. Ona görə tikirəm. Baxın, belə. Belə edirəm. Baxın, tokasının əlinə tikdim. Sonra bunu bir neçə dəfə içəridə iynəni keçirdirəm. Sökülməsin deyə. Və ipi kəsirəm. Baxın belə. Boldu butulkası və bunu da taxıram. Yaxalığın. Və bu hissədən bağlayıram. Belə. Artıq oyuncaq hazırdır. Əgər bəyəndinizsə, videomu bəyənməyi, rəy bildirməyi və yaxınlarınızla paylaşmağı unutmayın. YouTube kanalıma abunə olmağı unutmayın. İzlədiyiniz üçün təşəkkür edirəm. Sağ olun. Növbəti sxemlərdə görüşənə qədər.